Salam, bugün paylaşdığım sınağın izahını verəcəm. Hansı ki, birinci sualda soruşur. Fədakarlıqla sözünü fonetik xüsusiyyətlə bağlı yanlış fikri müəyyən edin. İlk növbədə sözümüzün tələffüzünü yazırıq. Fədakarlıqla. Fədakarlıqla sözünün tələffüzünü yazdıq. Yanlış axtarırıq. A variantında 3 kar samit işlənmişdir. Baxaq. Deməli, kardır, k kardır, x kardır. Bəli, bu doğrudur. Biz səhv axtarırıq. B variantına baxırıq. Söz kar samitlə başlayıb cingiltili samitlə bitir. F kardır, n isə cingiltilidir. Bu şərt də doğrudur. Biz səhv axtarırıq. C-yə baxırıq. Sözün yazılışı və tələffüzü arasında 4 fərqli məqam var. L-nın r-ya çevrilməsi, G-nın x-ya çevrilməsi, L-nın n-ya çevrilməsi və sonda gələn n. 4 deməli fərqli məqam var. Bu da doğrudur. Biz səhv axtarırıq. D variantına 3 samitin kar qarşılığı yoxdur. 2 r var burada, 2 dən də n var. 4 cingiltili samitin kar qarşılığı yoxdur. Bizdə isə 3 samitin kar qarşılığı yoxdur deyir. Bu isə səhv fikirdir. Elə bizim doğru variantımız da D variantıdır. Y variantına baxaq. Sözdə bir sait uzun tələffüz olunur. Bəli, A saiti burada uzun tələffüz olunur. Bu da doğru fikirdir. Səhv istədiyinə görə D variantı da bizim doğru variantımız oldu. Keçdik növbəti sualımıza. Növbəti sualımızda düz sözü hansı cümlədə köməkçi nitq hissəsidir? Baxırıq cümləmizə. A variantında biz heç vaxt onun düz dediyinə şübhə etməmişik. Baxın, burada düz dediyinə, necə dediyinə feilə aid olduğuna görə zərfdir. Biz köməkçi nitq hissəsini axtarırıq. B variantına baxırıq. Kirman dayı ağacın formaca düz budaqlarına baxıb məhsul haqqında düşünürdü. Düz budaqlarına, necə budaqlarına, düz budaqlarına sifətdir. Burada köməkçi nitq hissəsi deyil. C variantına baxırıq. İgidlərin vuruşduğu bu düz bir çox müharibələrin şahididir. Burada düz sözü mil düzü, muğam düzü, isim mənasına, yer mənasını bildirib. Bu da əsas nitq hissəsidir. Köməkçi nitq hissəsi deyil. D variantına baxırıq. Hünər kişi həmin yolda düz 5 saat oğlunu gözlədi. Baxın, düzü buradan çıxarıram. Hünər kişi həmin yolda 5 saat oğlunu gözlədi. Cümləmi bütövlükdə oxudum və gördüm heç bir qüsur yaranmadı. Deməli, burada düz ədatdır və köməkçi nitq hissəsidir. Elə doğru variantım D variantıdır. Y variantına baxıram. Dərsdən qabaq şagirdlərin hamısını meydanda sıraya düz. Burada isə düz feildir, yəni əsas nitq hissəsidir. Doğru variantım D variantı olmuş oldu. Gəldik 3-cü suala. Hansı mürəkkəb adın yazılışı doğrudur deyir. A variantını erkən tunc dövrü böyük hərflə yazılmalıdır. Bu səhvdir. Biz doğrunu axtarırıq. B variantında Azərbaycan Respublikasının milli qəhrəmanı böyük yazılmalıdır. Burada səhvdir. C variantında Bakı şəhər su idarəsi, şəhər böyüklə yazılmalıdır. Səhvdir. D variantında Dünya Azərbaycanlıların həmrəylik günü doğru elə D variantıdır. Y variantına Gülüstan poeması, deməli, poema adları, ümumiyyətlə əsər adları dırnaq içərisində yazılmalıdır. Burada isə verilməmişdir, ona görə də səhvdir. Bizdən düz istədiyinə görə düz variantımız da D variantı olmuş oldu. Keçdik növbəti 4-cü suala. Hansı cümlələrin tərkibində 2 leksik şəkilçi işlənmiş? Baxın, 2 leksik şəkilçi işlənmiş, düzəltmə feili istəyir. Birinci cümləmizi oxuyuruq. Birinci cümlədə zavod get-gedə öz istehsalını çoxaldır. Baxın, burada sözümüzü yazaq. Çox sayından çoxal feili yaranmışdır və çoxalt. Burada deməli d tək olan deməli düzəltmə leksik şəkilçidir. Biz bilməliyik ki, bu qısalmış t və d olan şəkilçilər feilə qoşulan şəkilçidir. Mütləq onlar feilə qoşulmalıdır. Yəni, çox sayına, çoxal feili və çoxalmaq feilinə də çoxaltmaq feili yaranmışdır. Ir isə orada zaman şəkilçisidir. 2 leksik şəkilçi ilə birinci cümləmizin feili olmuş oldu. İkinci cümləyə baxırıq. Son zamanlar kimi dindirirsən şikayət edir. Şikayət edirsən mürəkkəbdir. Biz düzəltməni axtarırıq. Dindirirsən sözü burada düzəltmədir. Amma sözün kökü dinmək, dindirmək, dindirirsə. Artıq burada 1 leksik, 2 qrammatik oldu. Bizdən isə 2 leksik istəyir. Ona görə ikinci cümləmizi çıxırıq. Üçüncü cümləyə baxırıq. Çox vaxt belə işlər
bütün kənd cəmaatı tərəfindən həyata keçirilirdi. Burada həyata keçirilirdi mürəkkəb feildir. Ona görə də 3-ü silmiş oluram. 4-cü cümləyə baxıram. Vaxtı ilə bu evdə xoşbəxt günlər yaşanmışdır. Sözün kökü yaş, yəni il mənasında, yaşamaq, yaşanmaq, 2 leksik, yaşanmışdı, yaşanmışdır. 2 leksik, 2 qrammatik. Bizdən də 2 leksik istədiyinə görə 4-cü cümləmizdə şərtimizi ödəmişdir. Doğru variantımız 1-4, Y variantı uyğun gəlmiş oldu. Keçdik növbəti sualımıza. 5-ci sualımızda bizdən soruşur ki, təsirlik halda olan isim işləmiş cümlələri müəyyən edin. Bəzən biz bu şərti oxuyuruq və mütləq ki, müəyyənlik, təsirlik halını axtarırıq. Heç də belə deyil. Mütləq ki, biz qeyri-müəyyənlik, təsirlik halı da bilməliyik ki, yəni bu da gözümüzdən yaymasın. Baxırıq 1-ci cümləyə. Unudulmaz sənətkar həm də bir sıra filmlərdə maraqlı rollar yaradıb. Baxıram, şəkilçi olan hissə təsirlik halında yoxdur, amma rolları yaradıb, yəni burada rolları isimdir və təsirlik haldadır. Qeyri-müəyyənlik təsirlik haldadır. Deməli, bərpa edə bildim və bunu da bilməliyəm ki, qeyri-müəyyən təsirlik hal ən çox əsasən xəbərin yanında gəlir. Və 1-ci cümləmiz bu şərtimizi ödəmiş oldum. 2-ci cümləyə baxıram. Həmin planetlərdə yer kürəsindəki kimi maye şəklində suyu yoxdur deyə bilmirəm. Deməli, 2-ci cümlədə də təsirlik halda söz yoxdur. 3-cü cümləni oxuyuram. 3-cü cümlədə bu mühitdə hüquqi modern sənət görmək nadir hadisədir. Bu mühitdə həqiqi modern sənəti görmək nadir hadisədir. Qeyri-müəyyən təsirlik haldadır və 3-cü cümləmiz də şərtimizi ödədi. 4-cü cümləyə baxıram. O özünü yer üzündə bədbəxtlərin bədbəxti hesab edirdi. Burada bədbəxtlərin bədbəxti 3-cü növ təyin söz birləşməsidir. Birinci tərəfi yəlik, hal şəkilçisi, ikinci tərəfi isə mənsubiyyə şəkilçisi. Bu iyi sizi çaşdıra bilməz təbii ki. Deməli, mənsubiyyə şəkilçisidir və bütövlükdə bədbəxti sözü orada deməli adlı haldadır. Mənsubiyyə şəkilçisini qəbul etmişdir. Biz isə təsirlik halda isim axtarırıq. 4-ü də silirəm. 5-ci cümləyə baxıram. Mətbuatın məsələyə marağını nəzərə alıb jurnalistlər dəvət etdilər. Jurnalistləri dəvət etdilər. Nəyi dəvət eləyiblər? Nə dəvət eləyiblər? Deməli, jurnalistlər. Müəllim, niyə məhz jurnalistlər sözü insandır? Bəs niyə nə sualını verdiniz? Təbii ki, biz bilməliyik ki, qeyri-müəyyənlik, qeyri-müəyyən təsirlik hal, canlı, cansız, heç bir fərqi yoxdur. İstənilən halda nə sualını verməliyim. Yəni, bu bizim qaydamızdır. Beləliklə, 1, 3, 5, B variantı uyğun gəlmiş oldu. 6-cı suala baxıram. Modal söz işləmiş cümlələri müəyyən edin deyir. Vergül işarələri buraxılmışdır. Birinci cümlədə əgər zora salsa açarı ondan alacaqlarını yəqin etdi. Burada modal sözü yoxdur. İkinci cümlədə hərçənd belə danışmamışdıq, ancaq onu razı sala bilmədik. Bağlayıcıdır, modal deyil. 3-cü cümləyə baxıram. Doğrusu mən övladlarımla hər zaman fəxr etmişəm. Doğrusu burada modal sözüdür. 4-cü cümlə olmaya daha bura gəlməyəcəksən. Bu da modal sözüdür. Və 3 və 4 D variantı uyğun gəlmiş oldu. Keçdik növbəti sualımıza. 7-ci sualda soruşur. Hansı cümlələrdə mürəkkəb adın yazılışında səhvə yol verilmişdir? Baxın, səhvə yol verilmişdir soruşur. 21 fevral beynəlxalq ana dili günüdür. Burada böyük hərflə yazılmalıdır. Elə səhvimizin biri 1-dir. İkinci cümləni oxuyuram. Oğlunun bu il Avropa liseyinə daxil oldu. Oğlum bu il Avropa liseyinə kiçiklə yazılmalıdır. Lisey və ona görə də 2 də səhvdir. 3-cü cümləyə baxıram. Tədbir iştirakçıları Azərbaycan Respublikasının dövlət himnini oxudular. Bu doğrudur. Bu doğrudur və 4-cü cümlə Müslüm Maqomayev adlı Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək konsert təxirə salındır. Bəli, bu da doğrudur. Biz səhv axtarırıq. 5-ci cümləyə baxıram. Biz ailəlikcə yeni 7 gözəl baletinə baxmağa getdik. Burada 7 gözəl balet adı dırnaq işarəsinə yazılmalıdır. Bu da səhvdir. Biz də səhv axtarırdıq. 1, 2, 5 D variantında uyğun gəlmiş oldu. Keçdik növbəti sualımıza. 8-ci sualımızda bizdən soruşur ki, əvəzlik işlənməmiş cümlələri müəyyən edin. Birinci cümləmizdə pambığın yığılması və
və təmizlənməsi işləri bütünlüklə mexanikləşdiriləcəkdir. Burada əvəzlik yoxdur. Bütünlüklə necə, nə tərzdə zərfdir. Ona görə də biri götürəcəm. İşlənməmişdir soruşmuşdur. İkinci cümləni oxuyuram. Ömrün müddəti deyil, bu ömrün necə yaşadığının əhəmiyyətidir soruşur. Deməli, burada isə necə sual əvəzlik var. Mən bunu götürməyəcəm, bizdə olmayan istəyir. Üçüncü cümləmizi oxuyuram. Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır. Burada nə də bağlayıcı olmuşdur. Burada əvəzlik deyil, üçü də götürürəm. Dördüncü cümləyə baxıram. Bəlkə yazımı oxuyanlar da deyəcəklər ki, heç Hənanın yeridir. Baxın, burada bəlkə deməli, ümumiyyətlə əvəzlik işlənməmişdir. Elə bu cümləni də götürmüş oluram. Beşinci cümləyə maddi və məna problemləri özünə, hər bütün filan öz eyni təyin əvəzliyidir. Bəs burada təyin əvəzliyi işlənmişdir. 5-i də götürmürəm. Doğru variant əvəzlik işlənməmiş cümlələr 1, 3, 4 oldu. Bu da Y variantına uyğun gəlmiş oldu. Keçdik növbəti sualımıza. 9-cu sual. Cümlədəki düzəltmə sözlərə aid olan xüsusiyyətləri müəyyən edin. İlk əvvəl bu cümləni təhlil edəcəm. Aprel döyüşləri böyük zəfərə aparan qələbənin müjdəçisi oldu. Nə oldu, nə etdi? Burada feil, qələbənin müjdəçisi, üçüncü növ təyin söz birləşməsi oldu. Deməli, mürəkkəb feil əmələ gətirmişdir. Qələbənin müjdəçisi oldu nə? Aprel döyüşləri ikinci növ təyin söz birləşməsi ilə mübtəda var və hansı qələbənin müjdəçisi olur? Böyük zəfərə aparan. Baxın, burada isə təyin olmuş oldu. Bizdən soruşur ki, cümlədəki düzəltmə sözlərə aid olan xüsusiyyətləri. Bax, düzəltmə sözləri istəyir bizdən. Düzəltmə sözlər burada nədir? Döyüş, qeyd edirəm. Döyüş sözü və böyük sözüdür. Böyük. Aha, böyük sözü və döyüş sözüdür ki, burada düzəltmə. İndi bunların təhlilini yoxlayaq. Deməli, döymək feilindən döyüş ismi yaranmışdır. Böyümək feilindən böyük sifəti yaranmışdır. İndi baxırıq A variantına. Kökləri eyni nitq hissəsinə aiddir. Bəli, döymək feili, bir də böyümək feilidir. Elə doğru variantımız A variantıdır. B-yə baxaq. Başlanğıc formaları eyni nitq hissəsinə aiddir. Xeyr, biz başlanğıc formasını sonda işarə edirik. Burada başlanğıc forma sifətdir, burada isə başlanğıc forması isimdir. Burada isə eyni nitq hissəsi dediyinə görə B variantını silmiş oluram. C-də tərkibində həm leksik, həm də qrammatik şəkilçilər işlənmişdir. Bu döyüşçülər sözünə aiddir, amma böyük sözündə təkcə leksik şəkilçi var. Ona görə də C-ni də silmiş oluram. D-yə baxıram, ismə məxsus şəkilçi qəbul edib. İsmə məxsus şəkilçini döyüşçülər sözü qəbul edib, böyük sözü qəbul etməyib. Bu da səhv fikirdir. Biz doğrunu axtarırdıq. Y variantında isə sözlərdən ikisi söz birləşməsinin aslı tərəfi kimi işlənib. Xeyr, aslı tərəfi kimi işlənməyib. Əslində, deməli, əsas tərəfi, yəni, bax, döyüşlər sözü əsas, ikinci tərəf əsas, burada da əsas tərəfi kimi işlənib. Bu şərtdə səhv sayılmış oldu. Doğru variant A variantı olmuş oldu. Keçdik növbəti 10-cu sualımıza. 10-cu sualda soruşur ki, kök, leksik, qrammatik şəkilçə sxeminə uyğun gələn mücərrəd mənalı düzəltmə ismi göstərir. Süpürgəçilərimiz, süpürgəçi ümumiyyətlə, yəni şəxsdir, süpürgəçilərimiz, bu ümumiyyətlə mücərrəd deyil, heç bunun təhlilinə baxmıram. B-yə baxıram, biçintilər, sözün kökü biçin, biçinti, 2 leksik, 1 qrammatikdir, amma yenə də mücərrəd deyil, ona görə də baxmıram. C-yə baxıram, çəkisizlikdir. Çək, çəki, çəkisiz, çəkisizlik. Deməli, çəkmək feili, çəki ismi, çəkisiz sifəti, çəkisizlik ismi və dır isə burada qrammatikdir. 3 leksik, 1 qrammatik var. Bizdən isə 2 leksik istəyir. Ona görə C-ni də silirəm. D variantına gözəllikdən, gözəl sifətindən gözəllik ismi yaranıb, gözəllikdən ismi olmuş hal şəkilçi qəbul etmişdir. Burada 1 leksik, 1 qrammatikdir. Bizdən isə 2 leksik istəyir. Yuxusuzluqdan sözün kökü yuxu ismi, yuxusuz sifəti, yuxusuzluq ismi, yuxusuzluqdan isə qrammatik şəkilçidir və bütövlükdə yuxusuzluq ismi yaranmışdır. 2 leksik, 1 qrammatikdir. Elə doğru variantımız Y variantı olmuş oldu. Bura qədər inşallah ki, izahım hər kəsə aydın olmuş oldu. Çox sağ olun, minnətdarım.